Yerdə çox ciddi xəzan var. Bütün o təpəliyin xəzanda gəlib bura tökülüb. Orada sudur. Böyük ehtimal buranın da altı sudur. Bassam ya ayaqlarım batar. Bataqlıq kimidir. Sadəcə çürüyərək çürüntülər yarpaq üzərini örtüb. Bura bataqlıq kimidir. Bir dəfə gələndə orada çimmək istədim. Çox ciddi şəkildə ayaqlarım batdı və çıxartmaq çətin idi. Ağacın butağından tutaraq bir təhər çinmişdim. Gördüm buradan da gözəl mənzərəsi var. Alt tərəflər bilməm kameraya nə qədər yansıyır. Əla görsənir. Hatırladım. Tam da bu ərazidən. Elə bu butaqdan tutub burada yummuşdum, çinmişdim. Bağladakı üstündə olan o közün tüstünün qoxusu geçsin. Mənzərə möhtəşəmdir. Yazın ayrı gözəlliyi var. Payızın da ayrı bir gözəlliyi və tonları var burada. Özünü lap qədim dövrdəki insanlar kimi hiss elədim. Normalda keçmişdə qadınlar ocağı qoruyurdu, kişilər ərzaq, oduncaq gətirirdi. İndi hər ikisini özüm eləyirəm. Amma o dövrün insanlarını anlayıram. Ocağın nə qədər vacib bir şey olduğunu belə şəraitlərdə daha yaxşı başa düşür insan. Yarıya bunu da götürəcəm. Burada biri var. Onu da götürüb gedəcəm ocaq başına. Asıl antika olan budur. Yaşdır, səhərə qədər tüstüləyəcək. Tez yanıb bitməyəcək. Bunu da aparacağım. Bu nədir? Oy, yuvaymış. Nəysə yuvasıdır. Yoxsa çürükdür sadəcə. Ümid edirəm yuva olmaz. Ocaq əladır, yanır. Tam da istədiyim kimi xoda düşüb. Mən də bu kötüyü imalayıram bura. Qoy bu da yavaş-yavaş. Çünki yaşdır, gec yanacaq. Bu yanmağa başlasın. Səhərə qədər bu tüstüləyəcək. O mənə bəsdir.